Çıxmış o vaxtı müsibətlə, qaydırıq indi şadçılığına. Dövlətimiz sağ olsun, millətimiz var olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Sevinirəm, qəhərliyəm, çox şeydən. Hamının sağ olun. Uzun illər erməni işğalı altında olan Ağdamın Kəngərli kəndi 32 ildən sonra əsl sahiblərinə qovuşur. Bəli, daha 48 ailə, 206 nəfər öz doğma torpağına, doğma kəndinə, Kəngərliyə qayıdır. Bizim için en güzel, en sevinçli bir gündü. Şükürler olsun ki çok uzun illerden sonra 32 ilin həsrəti bugün tamamlanır. Biz öz torpağımıza qayıdırıq. Şükürler olsun bugün günə. Şəhidlərimizə Allah rəhmət eləsin, analarının qarşısında baş əyirik. Qazilərimizə can sağlığı versin. Bu həsrətə bizə son qoydu. Öz dədə-baba torpağımıza, öz yurdumuza qayıdırıq. Bundan böyük bir gözəl gün ola bilməz, sevinçli bir gün ola bilməz. Şükürlər olsun. 32 ildir vətənimdən çıxmışam. Çox ağır günlər keçirmişik. Bugünkü günə çox şükür. Öz vətənimizə qayıdırıq, ata-baba yurdumuza qayıdırıq. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlıq versin ki, onların qanı bahasına bu torpaqlar alınıbdır. Biz indi öz vətənimizə gedib bu gündən belə 5 gün, 10 gün, 10 il ömür veribsə öz vətənimizdə yaşayacağıq. 32 il bundan qabaq qaç gün olmuşam. İndi 32 ildən sonra kəndimizə qayıdıram. Bundan gözəl arzu, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin, prezidentimizə Allah canını sağ eləsin, bayrağımızı ucu eləsin. 32 il əvvəl necə xatırlayırsınız? Hə, nə bilim, onu xatırlayıram ki, 32 il əvvəl gəç çıxmışam, indi qoca qayıdıram. Yaşlanıb qayıdıram. Atamla rəhməti, anamla rəhməti, bacımla, qardaşlarımla, indi nəvələrimlə qayıdıram. Oğlumla qayıdıram, gəlinimlə qayıdıram.